Aldım ki, bütün mənə gələn etirazları, sualları belə video şəklində çəkim. Birinci, ən çox bunu səbəb olan mesajı deyəcəm. Həmin mesajı üstdən görmüşəm, tapa bilmirəm. Tapsam burada qoyaram. Xanım sual verir ki, mən qoşulmaq istəyirəm. Amma qorxuram ki, şirkət nəyə görə mənim hər ay 12 manat ödədiyim yerdə mənə maaş versin? Yəni, bu necə mümkün ola bilər? Xanımlar, siz çoxunuz işin tam olaraq mahiyyətini anlamırsınız deyə bu sizə qəribə gəlir. Baxın, belə deyim, siz 12 manat dəniş eləyirsiniz, qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçəndən sonra, sizdən sonra da yeni xanımlar gəlir və yaxud özünüz dəvətli gətirirsizə xanımlar gəlir. Və bu xanımlar sizin komandanıza, qolunuza, sizə yazıldıqdan sonra siz artıq başlayırsınız necə deyim, gəlir əldə etmək. Çünki sizin komandanızda artıq müəyyən bir xanımlar var və bunun əsasına qazanc əldə edirsiniz. Yəni sizin komandanıza gələn xanımlar, onların necə deyim, levelları olur və dərinliklər olur. Oradan pul qazanmağa başlayırsınız artıq. Yəni siz şirkəti tanıdırsınız yeni insanlara. Məhz buna görə də siz pul qazanırsınız. Qaldı ki, digər məsələyə bizim saytımız var. Görürsünüz, inşallah fevral ayının birindən yeni məhsullar olacaq. Allahın izni ilə o barədə Allah qoysa fevral ayının bir açıqlama verəcəm. Ki hansı ki xanımlar orada məhsullar görəcəklər. İstəsələr onlardan alış-veriş eləyə bilərlər. Yəni bir növ həm saytımızı tanıtmaqdır və davam eləyəcək bu hər zaman, hər il, hər dəfə. Həm də ki, belə özünüzün qazanmağıdır. Əlavə olaraq da ki, digər layihəmiz də olacaq, inşallah bilməm, onu da əlavə olaraq qoşulub qazana bilərsiniz. Yəni, bu həm sizin üçün, həm də mənim özümə xeyirdir. Yəni, təbii ki, xeyri olmasa işləmərəm və yaxud da ki, işlətmərəm, belə deyək. Yəni, hər tərəfli qazanc növü yaratmışam burada xanımlar üçün və mən bunu kimə deyirəm, o qədər yenidir ki, bu belə şeylər Azərbaycanda və birazdan zaten özünüz görəcəksiniz ki, 5 ildən sonra hər şey onlayndır. O qədər yenidir ki, belə şeylər, o qədər yenidir ki, və Azərbaycanda ilk dəfədir belə bir şey, bu qədər az məbləğ